Esselamu Aleyküm. Evin parapet hissəsindəyik. Deməli, parapet izolyasiya olunub membranla. Ondan da sonra bizim konstruksiyamız yığıldı T profilləri üzərindən. Bu qapaq formasında bu işləndi. Kermogranit daşlar, iç hissəsi də kermogranit daşlarla işləndi. Hal-hazırda tamamlama işləri gedir dam hissəsində. Burada gördüyünüz özümüz yığdığımız dəmir konstruksiyanın üzərindən sendviç panellərdir. Bunun altı tərs tavandır. Qıraqlar da ki kermogranit daşlarla işlənəcək inşallah. Qapaq kimi qoyulacaq ki aşağı su getməsin. Qoyduğumuz kermogranit daşların hər birinin arası silikon doldurulacaq. Silikonlar da ki izolyasiya mahiyyəti daşıyır ki hər nə qədər də parapetimizin üzəri bunun altında olan parapetin öz tikilisi izolyasiya olunub. 2 qat, 3 qat izolyasiya edirik ki gələcəkdə hər hansı bir sızmanın və yaxud da su axımının, su damlasının qarşısı alınsın inşallah. Belə artıq 2 ay yarım ərzində gördüyümüz iş demək olar ki binanın özündə tamamlanmaq üzrədir. Bəzi kiçik xırda kosmetik işlər qalıb. Onları gördükdən sonra villanı təhvil verib keçirik qaraj nahiyəsinə. Bax gördüyünüz bu hissədə qaraj tikiləcək, orada söhbətgah tikiləcək inşallah. Qarajın da navəsi dəmir konstruksiyona işlənəcək. Üzərisi sendviç panellərlə bağlanacaq. Ətrafı kermogranit daşlarla tumbalar yığılacaq. Bu nahiyətə bizim inşallah növbəti tikililərimiz olacaq. Çəkilişlərimizi davam etdirəcəyik. Sizləri tanış edəcəyik işin axarı ilə inşallah. Oldu. Sizlər də inşallah kermogranit fasad eləmək qərarına düşsəz bizlərlə əlaqə saxlayıb iş birliyi qura bilərik inşallah.